Bir zamanlar yaxın şərqdə qorxu ilə anılan, Livandan Yəmənə qədər uzanan müqavimət oxunu yaradan İran, bugün tədricən daralan bir çərçivənin içində mövqeyini qorumağa çalışır. İranın nüvə proqramı ətrafında qurulan beynəlxalq sanksiyalar və təzyiqlər təkcə uranın zənginləşdirmə fəaliyyəti ilə kifayətlənməyib, onun iqtisadi damarlarını da kəsib. Birləşmiş Ştatların maksimum təzyiq siyasəti xüsusilə Trump dövründə nüvə razılaşmasından çıxmaqla yeni bir mərhələyə keçdi. O vaxtdan bəri İrana ya siyasi güzəşt etməsi, ya da iqtisadi boğulmanı qəbul etməsi təklif olunur. Əslində isə real alternativlər çox deyil. İran təkcə xaricdən deyil, daxildən də ciddi təzyiqlərlə üz-üzədir. İşsizlik, inflyasiya, gənc əhali arasında ümidsizlik və siyasi elitaya qarşı artan narazılıq rejimin dayaqlarını sarsıdır. Son illərdə baş verən etirazlar, xüsusilə Məhsa Əmini hadisəsindən sonra başlayan qadın hərəkatı artıq sadəcə sosial deyil, siyasi bir çağırışa çevrilib. Bu fonda İranın bölgədəki əsas dayaqları da zəifləyir. Livanda Hizbullah artıq əvvəlki nüfuzda deyil. Suriya küçələrində İranın təsiri silinməkdədir. Yəməndə Husi müttəfiqliyi Tehran üçün daha çox yükə çevrilib. Fələstin üzərindən atılan son addımlar isə regional koordinasiyasızlıq səbəbi ilə nəticə vermir. 88 milyon əhalili bu ölkədə etnik və məzhəbi müxtəliflik həm potensialdır, həm də risk. Farslar çoxluq təşkil etsə də, Azərbaycanlılar, Kürdlər, Ərəblər, Türkmənlər və Bəluclar da böyük kütlə təşkil edir. Xüsusilə sünni azlıqlar dövlətin şiə mərkəzi siyasətlərindən narazıdır. Bəluc və Kürd bölgələrində tez-tez üsyan və separatist çağırışlar baş verir. Bu isə İranın daxili sabitliyini daim təhdid edən bir pay xəttidir. İranın nüvə proqramı 1950-ci illərdə Birləşmiş Ştatlarla atom enerjisi sülh üçün çərçivəsində başlamışdı. 1979 İslam inqilabından sonra isə bu proqram Qərb tərəfindən təhdid kimi qəbul edildi. İran 60%-ə qədər uran zənginləşdirib və bu, nüvə silahı həddinə çox yaxın bir səviyyədir. 2015-ci ildə əldə olunan nüvə razılaşması İran üçün ciddi iqtisadi rahatlıq gətirsə də, Birləşmiş Ştatların 2018-ci ildə geri çəkilməsi hər şeyi alt-üst etdi. Sanksiyalar təkrar tətbiq olundu. İranın neft ixracı 10 dəfədən çox azaldı. İqtisadiyyat çökdü, orta təbəqə yoxa çıxdı, sosial partlayış riski artdı. İranın bölgədəki əsas müttəfiqi Hizbullah artıq əvvəlki gücündə deyil. Livandakı iqtisadi çöküş, ictimai narazılıqlar və siyasi iflic vəziyyəti Hizbullahın dayaqlarını zəiflədib. İsrailin bölgədəki sui-qəsdləri və əməliyyatları təşkilatın üst rəhbərliyinə zərbə vurur. İran üçün bu ciddi bir zəiflik nöqtəsidir. Hizbullahın zəifləməsi həm də İranın şiə müqavimət ekseni strategiyasını təhlükə altına atır. Bu, Suriya, Yəmən və İraqda da İranın manevr imkanlarını azaltdı. İsrailin və Qərbin kəşfiyyat və kiber əməliyyatları İranın nüvə infrastrukturu və hərbi resurslarına zərbə vurur. Körfəz ölkələri ilə İsrail arasında imzalanan İbrahim anlaşmaları isə İranın ətrafında yeni bir regional blok yaradıb. Əvvəllər dirəniş oxunun mərkəzində duran İran, bugün məzhəbçilikdə suçlanan və regionda hegemonluq yaratmaq istəyən bir aktor kimi görünür. Xüsusilə Ərəb küçəsində İranın Fələstin məsələsinə dair səmimiyyəti artıq sorğulanır. İranın təhlükəsizlik gündəmində PKK-nın İran qolu sayılan PİJAK da var. 2011-ci ildə İslam Keşikçiləri Korpusunun Kandilə yönələn əməliyyatları PİJAK-a zərbə vursa da, bu struktur hələ də İran üçün aşağı intensivlik təhlükə mənbəyidir. Xüsusilə xarici güclər tərəfindən istifadə edilə biləcək bir təzyiq aləti kimi qalır. İran bugün nə tam regional güclü, nə də tam gücsüz. Əlində hələ də ciddi kozurlar var, nüvə proqramı, geosiyasi mövqeyi və bəzi müttəfiqləri. Amma bu kozurlar hər keçən gün zəifləyir. Əsas məsələ isə budur. İran ya bu çoxcəhətli təzyiqlər qarşısında çevik bir strategiya qurub kompromisə getməlidir, ya da özünü uzun müddətli bir yıpratma savaşının içinə salacaq. O aslan hələ ölməyib, amma kükrədikcə səsinin arxasında boşalan meydanlar, itirilmiş mövqeylər və narazı bir cəmiyyət görünür.